Salamlar. Hoş gördük sizləri dostlar. Ben bugün bura biraz əşyalarımla gəlmişim. Demək, kalsiyumlardan danışırıq da, düzdürmü? Bugünkü mövzumuz kalsiyumdur. Kalsiyum elementlərin şahıdır, yəqin ki artıq bilirsiniz. Və kalsiyumla bağlı bugün bütün incəlikləri biz analiz eləyəcəyik. Bir dənə, belə deyək də, yüngülvarı haşiyə çıxaq ki, başa düşməyinə hamımız prosesi başa düşməliyik. Amma durub, yəni bu proses üzərindən hamımız canlı açıb reklam eləməliyik. Hamımız nəyisə çatdırmalıyıq. Bu vacib məsələ deyil. Yəni əsas hamımız dərk eləyək. Hər kabinetdə, hər komandada müəyyən insanlar var ki, onlar sağlamlıq bilgiləri biraz qabarıqdır. Digər insanlar var, onların marketinq bilgiləri qabarıqdır. Digərləri var, onların təlimçi bilgiləri qabarıqdır. Yəni, hərə öz işinə görə formalaşır. Əsas həqiqəti hamımız bilək. Aydındırmı? Demək, kalsiyum. Orqanizmdə rolu nədir? Yavaş-yavaş biz bunu analiz edək. Günə bizə nə qədər kalsiyum lazımdır? Günə 1000 milliqram bizə kalsiyum lazımdır. Yaxşı, bu rəqəm hamı üçün mütləqdirmi? Arta bilər. Yəni, arta bilər, azalmaz. Düzdürmü? Artacaq uşaqlarda, diş çıxardan uşaqda, məsələn, yaşlı adamlarda, hamiləlikdə, süd vermə dövründə, abituriyentdə, bəli, məsələn, yaşla əlaqədar sınıq, yeyilmə varsa, ümumiyyətlə rəqəm yuxarıdır. Bu minimumdur. Yəni, minimum. Biz bunun qarşılığında nə qədər alırıq? Qarşılığında 300-400 alırıq. Hər gün bu lazımdır. Hər gün bunu alırıq. Və nə qədər çatmır? 600-700 çatışmır. Bu çatışmayan rəqəmdir. Orqanizm bunu hardan götürür? Sümükdən. Qalxana bənzər ətraf vəzi var, 4 dənədir. Onun 2 hormonu var, kalsitonin. Həmən hormon artıq kalsiyumu sümüyə qovur. Bir də var parat hormon. Əskik olanda kalsiyum sümükdən qana qovur. Bu halda əskiklik var, düzdürmü? Və o aktivləşir, qovur qana sümükdən. Proses olaraq belə baş verir. Sual verirəm, bu ayda bir dəfə olur, yoxsa hər gün olur? Hər gün. Hər gün bu proses gedir. Sümük kütləsi kalsiyumunu itirməyə başlayır. Əvəzini ora nə girir? Uyğun olmayanlar. Qurğuşun, civə, kadmi və s. Alüminiuma, nikelə qədər oturur ora. Stronsium oturur ora. Və sümük yavaş-yavaş strukturun da dəyişir. Struktur dəyişilmiş sümük yük götürməyi zəifləyir. İmmunitet tərəfindən yad görünür. Və immunitet ona başlayır atak eləməyə. Adın qoyuruq revmatizm, revmatoid artrit, bu tipli diaqnozlar qoyuruq. Aydındırmı? Yəni proses belə olur. İndi bir dənə də sual verirəm. Biz qanda sabitləmə aparırıq da. Yəni bunu rəqəm, əsasən bu 1000 milliqram qanın sabitliyini saxlamaq üçün, bir də toxumaları doydurmaq üçün lazımdır. Ümumən qanda, bədəndə olan kalsiyumun 1% dövrədədir. 99% burada olmalıdır. Biz bax, bu proses var, sümükdən qana yuyulur. Həmən müddətdə biz gedib analiz versək, bizim qanda necə göstərir kalsiyum? Normal göstərəcək. Və
bu yanlışdır, insanların çoxunun səhvə yönəldir. Bəli, insanların çoxunun yanlışlığı buradadır. Adamın birbaşa sümüklərində ağrısı var, sümük ilə bağlı narahatçılığı var, havasat dəyişəndə sümükləri əzgin olur. Dırnaqlarında ağ ləkələr var, dırnaqlar soyulur, saç uzanmır, qırılır. Dişlərdə problem var. Birbaşa kalsium çatışmazlığı əlamətidir, düzdürmü? Adama deyirsən ki, sənə kalsium lazımdır. Deyir, yox. Qoy gedim yoxlayayım hələ. Gedir yoxlayır, qanda kalsium sabit görünür. Nə vaxt qanda kalsium aşağı gedəcək? Sümük kütləsi 40-50% kalsiumunu itirəndən sonra 40-50% sümük kütləsi kalsiumunu itirəndən sonra qanda kalsium aşağı düşəcək. Artıq orqanizm qanı sabitləyə bilməyəcək. Bizim neçə sümüyümüz var? 206 sümüyümüz var. Bədən hamısından çəkir. Və bütün sümüklərin 40-50% bütün sümüklər kalsium kütləsini itirəndən sonra artıq qanda aşağı düşməyə başlayacaq. Amma bu rəqəm təhlükəlidir. Sümüklər 40-50% kalsium kütləsini itirəndə, bəli, uşaqlarda əyilmə olur. Uşaqlarda əyilmə gedir. Yaşlılarda spontan sınma olur. Qəfil ayaq burxulur, sınır. Qəfil elə bir ki, boşluğa gedir, sınır. Sınma. Burada artıq spontan sınma. Bu bir. İkincisi, qanda da sabitlənmir axı kalsium. Artıq qanda da rəqəmi ala bilmir bədən. Ürəkdə aritmiya başlayır. Sinirlər düz işləmir. Bağırsaqlar düz işləmir. Çünki bağırsağın da uzunluğu var da, biz danışmışdıq bunu. Qida traktının uzunluğu 4-6 metrə yaxındır. Onun divarı hamısı əzələdən ibarətdir. Əzələni hərəkət elətdirən kalsiumdur. Və bu rəqəm gəlib qanda artıq düşəndə, bağırsaqda problem yaranır, ürəkdə aritmiya yaranır, sinirlərin işləməsinə problem yaranır. Artıq bu vəziyyəti geri qaytarmaq çox çətin olur. Olduqca çətin olur. Təəssüf eləyirəm, yəni bu vəziyyətlə bir neçə adam görmüşəm, bu qanda kalsiumun çox aşağı olmağını. Adam üçün ölümlə nəticələnib. Yəni, adamı çıxarda bilməyiblər oradan. Düzdür, həmən vaxtı, belə deyək, biz ona TNS tövsiyə eləmədik. Sadəcə eşitdim ki, belə bir şey var. Adam xəstəxanadadır, qandakı kalsiumunu qaldıra bilmirlər. Yeri gəlmişən ciddi laxtalanma problemləri olur orada. Yəni, ciddi laxtalanma problemləri olur. Adamı toparlaya bilmədilər. Və molekulyar kalsi həman problemləri həll eləyə bilmir. Götürəsən, kalsi karbonat verəsən və digər bir şeyləri verəsən, niyə həll eləyə bilmir? Kalsi karbonat bu molekuldur. Adətən, əsasən aptek sistemində bu satılır. Apteki pisləmək niyyətim yoxdur. Aptek sistemində bu satılır və orqanizm bunu parçalamalıdır. Kalsiumunu hüceyrəyə salmaq üçün. Bu parçalanma prosesi ferment məsrəfi ilə baş verir. Yəni, ferment məsrəfi yazmayaq, iştiraki yazaq. Ferment iştiraki ilə baş verir. Plus orada katalizatora qədər iş gedir. Fermentlər yaranır əsasən vitamin minerallardan. Yəni, zaten da vitamin mineral azdır. Çünki kalsiumla yanaşı biz ala bilmədiyimiz siyahı böyüdür. Orada sink var, selen var. Sink, selen, mis, bor, bəli, magnezyum. Yəni, siyahı böyüdür. O baxımdan insanların ferment qıtlığı var. Ferment qıtlığına görə bunu parçalaya bilmir. Və nə baş verir? Bu nə edir?
Gedir, çökür. Bəli. Gedir, böyrəklərdə çökür, öddə çökür. Yəni, real olaraq sümüyündə yiyilmə gedən adamda böyrəkdə daş varsa, biz bunu qətiyyən verə bilmirik. Yəni, aptekə girib soruşaq ki, sümüyümdə yiyilmə var, böyrəyimdə daş var. Mənə nə kalsium məsləhət verə bilərsən, aptek o məsləhəti verə bilməyəcək. Çünki molekulyar kalsidir, gedir birbaşa daşın üstünə çökür, daşı böyüdür. Sümükdən yuyulan kalsium nədir? Bu kalsium fosfatdır. Sümükdən yuyulan odur. Bunu da hüceyrəyə salmaq üçün yenə orqanizm eyni işi görməlidir, parçalanmalıdır. Bu prosesdə ferment məsrəfi ilə gedir. Ferment iştirakı ilə gedir. Mövzunu tuta bilirsiniz də. Sümükdən yuyulan da molekulyardır. Orqanizm onu da yerbəyer eləyə bilmir. Çünki digər çatışmazlıqlar var. Onun hesabına sümükdən yuyulan o da gedir çöküntü. Mahmuza qədər əmələ gətirir. Daban mahmuzu var. O budur. Gedir çökür. Tikan kimi batır. Rentgendə ya girirlər, məsələn, osteofit yazılır. Osteofitlər. Məsələn, osteoxondrozdur burada. Üstünə də osteofit çökür. Osteofit nəyə bənzəyir? Kalsium çöküntüləridir. Necə dənizdə suyun altında şüşə qalar, ya bir hamar şimal daş qalar. Onun üstünə biraz sonra tin-tin çöküntü olur. Əlivə də götürürsən, deyir, batır adamın əlinə. Eyni olaraq bu molekulyar kalsiylər gedir, oturur, çökür oynağın üstünə. Diz oynağın üstünə çökə bilər. Sonra zobda problem varsa, mineral çatışmazlığından vəzinin də strukturu dəyişir. İmmunitet orada iltihab yaranır, yaradır. İltihab sağlanandan sonra çapıq olur, çapığın üstünə gedir, çökür bunlar. Adi prostatda çapıq var. Prostatda soyuqlama və çapıq budur. İndi sual verirəm, prostatda çapıq varsa, problem varsa, ona sinklə həll eləmək olar. Mümkün olmaz. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı bir dənə demək kalsiumla bağlı 147 yarana biləcək xəstəliyi sadalayır. Çox ciddi rəqəmdir bu. Təbii ki, orada tək kalsium yox, digər maddələrin də rolu var. Amma mexanizm olaraq bu baş verir. Gündəlik biz bunu almalıyıq, ala bilmirik. Bunu sümükdən yuyuruq, sümükdən yuyulan da düz səmtə getmir. Təbii ki, bir qismi gedir, parçalana bilir, nə fermentimiz varsa parçalanır. Amma bunun məsələn bir 500-ü, 400-ü parçalanmır. Gedib hüceyrəyə çata bilmir, çöküntü olur. Ən problemli çöküntülərdən biri bunun gedib yağlarla birləşib damar divarına oturmasıdır. Ən qlobalı odur. Ən sürətli o gedir. Və onu oradan çıxartmaq çətin məsələ olur. Damar yararsız hala gəlir. Aydındırmı? Və damarın içində əgər kalsium çöküntüləri varsa, yağlarla birləşmiş halda, burada da sual yaranır ki, bir dənə antilipid çayla, bir dənə xitazanla, xolikanla damar kirəzinə biz nə edərik? Bəlli məsələdir ki, bir şey eləyə bilmərik. Bizim işimiz, hədəfimiz budur. Bu çatışmazlığı vermək, bədənə kənardan vermək. Burada variant var bu aptekdən. Variant da var ki, optimal bir şey olsun ki, ta hüceyrə səviyyəsinə qədər gedib çatsın. TNS-in kalsiumunun fərqi bundadır. TNS kalsiumu elə hazırlanıb, kompleks şəklindədir. Elə hazırlanıb ki, iyon birbaşa gedir hüceyrəyə nüfuz eləyir. Üstün tərəfləri nədir? TNS kalsiumun üstün tərəfləri. Fermentləşib. Hazır formada fermentləşib. Bu bir dənə bonusudur. Fermentləşmə bizə o üstünlüyü verir ki,
hətta zəif orqanizma da haman kalsiumu verə bilər. Orqanizm nə qədər zəifdirsə, bir o qədər onun fermenti zəifdir. Məsələn, xanımlar xaş yeyə bilmirlər. Çox az adam tanıyarsan ki, xanım olsun, xaş yesin. Siz indi qalan kim xanımlardan xaş yeyə bilir? Siz TNS-dan sonra belə sənətkar olmuşsunuz. Yeyə bilməyənlər var. Yeyə bilməyənlərin problemi fermentlərindədir. Ferment çatmır. Ferment zəifliyi var, onu həzm eləyə bilmirlər. Orqanizm nə qədər zəifdirsə, bir o qədər onun ferment sistemi zəifdir. TNS kalsiumu hazır fermentləşib. Yəni, orqanizm heç bir enerji, maddə məsrəf eləmədən TNS kalsiumunu ta hüceyrəyə qədər sala bilir. Daha doğrusu özü gedib girir. Üstün növbəti məsələ iyondur. İyon halında zaten fermentləşibsə iyondur. Yəni deyirlər, bəzi əməkdaşlar çıxır iyonlaşmış kalsium. Onun iyonlaşma prosesi ilə fermentləşmənin hesabınadır. Yəni artıq parçalanıb da, parçalamaya ehtiyac yoxdur. Ən üstün məsələlərindən biri budur ki, D vitamini iştirakı olmadan gedib hüceyrəyə girir. Yəni, orqanizmdə D vitamini normasını bilirsiniz nə qədərdir? 30-100 arası. Kritik nə qədərdir, doktor? 20 aşağı. 20 aşağı kritikdir. Bu kalsini, yenə qayıtdım da aptek kalsini və yaxud da xaş və yaxud da ağartı məhsullarının kalsini mənimsəmək üçün 20 D vitamini işə yaramır. D vitamininin işi nədir? Bağırsaqdan kalsiumu götürüb qana daşımaqdır. Yəni, D vitamini nə qədər aşağıdırsa, qidanın kalsiyini bunu biz ala bilməyəcəyik. D vitamini nə qədər aşağıdırsa, əlavə kalsium preparatları molekul formasını biz qəbul eləsək də onu yerbəyer eləyə bilməyəcəyik. TNS kalsiumu elə hazırlanıb ki, D vitamini 20-dən də aşağı olanda yerinə gəlib çatır. Yeri gəlmişkən dünyada yeganə belə kalsiumdur. Yeganə belə kalsiumdur. Baxın, canlını belə şey üçün açmaq lazımdır. Ay iyonlaşıb, ay nə biləm filfili olub, yox. Canlını onun üçün açmaq lazımdır ki, dünyada yeganə kalsiumdur ki, D vitamini aşağı həddə olanda da TNS kalsiumu gedib ünvana çatır. D vitamini böyründə qəbul eləmək lazım deyil. Buna baxmayaraq içində D vitamini də var. Yəni, olub bizdə uşaq gətiriblər 6 D vitamini ilə 6. Sümüklər rentgendə görünmür. Bozuntul görünür. Sümüyü rentgendə göstərən kalsiumdur. Yəni, rentgen şüasını əks edir kalsium, sümük görünür. Ağ, düm ağ. Nə qədər düm ağdırsa, bir o qədər kalsi çoxdur. Nə qədər bozdursa, lap tündləşirsə, kalsiumu azdır. Yəni, uşağın rentgendə sümükləri bozuntul idi. D vitamini 5 ya 6 belə bir şeydir. 3 ay günə 3 paket kalsiumla, 3-4, yəni belə verməklə, yəni, o D vitamini 3 aydan sonra 35-ə gəlib qalxdı. Aptekdən heç bir kalsi vermədik. Heç bir kalsium vermədən, ancaq TNS-in kalsilərindən günə 3-4, belə deyək də optimal 3 verirdilər, arada 4 dənə də verə bilirdilər. Plus 3 aydan sonra uşağın rentgendə sümükləri də görünməyə başladı. 3 paket nə qədər eləyir? Dozası. 1000-i keçir də, aradası. 1200-dən biraz az eləyir. Plus da ki, onun tərkibində D vitamini qidadakında götürməyə imkan yaradır. Tərkibindəki minerallar qidanın da kalsiumun götürməyə imkan yaradır. Və onun hesabına yavaş-yavaş orqanizm toparlanır. Aydındırmı? Fərqi tuta bildiniz. D vitamini lazım deyil TNS kalsiumuna. Yəni, D vitamini olmadan da işə yarayır.
Gəldi kalsiyaların öz növlərinə. Sizin üçün ən prioritet məsələ bunun hesabatını aparmaqdır. Yəni gündəliyi tapmaq, TNS əməkdaşının, daha doğrusu sağlamlıq konsultantının, bütün TNS əməkdaşları müştəri ilə məşğul olmamalıdır. Yəni, müştəri ilə məşğul olan xüsusi bir qrup olur. Rusiyada var, müəllim yəqin bilər, sağlamlıq konsultantları. Hamı düşüb müştəri ilə işləyə bilmir də, bu alınası şey deyil. Yəni, belə deyək də, bir ayrıca bir qrup olur, sağlamlıq konsultantı. Məsələn, sizdə namizədlər var ona. İşi, gücünüz bunu tapmaqdır, dozanı tapmaq. Ortalama adamın gündəlik tələbatı nədir? Prioritet məsələ budur. Əks halda effekt almazsınız. Nə qədər TNS kalsium superdə olsa, siz effekt almazsınız. Bayaq ağsaqqalla danışdıq, bacı yıxılıb, çanaq sınıb. Artıq çanaq sınıbsa, yaşda var axı orada, düzdürmü? Neçə dediniz yaşı? 73, Allah ömür versin. 73 yaşa çanaq sınığı ilə siz gündəlik dozanı tapın hələ. Minimumun deyək də, maksimumun getməyək. Minimum 1500. Düzdürmü? Minimum 1500. Demək, yeməkdən alır bunu. 1500-dən çıxdıq 400-ü. 3 paket. 3 paket. İndi xanımdır. Plus yaşı var. Hansı kalsiumla getməlidir TNS-dən? Uşaq kalsiumu getməlidir. Orada bir dənə də metabolik qoşmaq olar. Məsələn, eləmək olar. Uşaq kalsium, aydındırmı? Yəni, digəri, ümumi kalsium burada o qədər də onun işinə yarımır. Əsas orada uşaq. Aydındır, sizin işiniz bunu təhlil eləmək. Adamın gündəlik dozasının tələbatına uyğun olaraq. Problem varsa, problemi də nəzərə almalısınız. Problem nəzərə alıb doza hesablanmalıdır. Digərləri var, digər maddələr. Buna uyğunlaşır artıq. Aydındır mı? Əgər kişi olsaydı, çanaq sınığı ilə, artıq orada biz biraz başqa cür gedəcəkdik. Düzdürmü? Kişidirsə, metabolik kalsi, uşaq kalsi ilə sintez edilir, böyrünə də mütləq sink qoşuruq. Aydındır. Temperaturu varsa artıq orada gedəcək, selen gedəcək, kardiseps gedəcək, bu bəlli məsələdir. Yəni, menunu düzəldəndə, təyinatı demirəm, sırf menü danışıram. Çünki bu bioloji aktiv qida əlavəsidir. Qida əlavəsi ilə biz resept düzəldə bilmərik. Biz ondan sırf menü düzəldə bilərik. Menunu düzəldərkən mütləq insanın fərdi yanaşılmalıdır. Uşaqdırsa, dişi çıxmırsa, beyin-daxili təzyiqi varsa, 3 yaşı var, dişi çıxmır, beyin-daxili təzyiqi var. Biz nə edirik burada? Doza, məhsulu hələ saxlayın. Dozanı tapın. 400 istifadə yəni 3 paket uşaq kaşığı. Razısınız? Yanaşıda 2 dənə beyin kaşığı. 2 dənə beyin kapsulunda nə qədərdir kalsium? 60-dan aşağı 40. Glukozamində 40. Bunu net öz üçün qeyd edeyim. Beyin kapsulu glukozamin hərəsində 40-40'dır. Yəni, sümük probleminə glukozaminlə girişməyin mənası yoxdur. 40-la nə qədər verməliyik biz? Bir qutun bir günə. Yəni, işə yaramır, aydındırmı? Toz şəkilli onun böyründə olmalıdır. O baxımdan glukozaminə əlinə götürüb, məsələn, çıxıb cəmaata elan eləmək, bu sümük problemlərini həll edir, eləməyəcək. Çünki onunla bu dozanı ödəmək olmayacaq. Metabolik kalsiydə nə qədərdir? 300. Uşaq kalsiyumunda 360, ümumi kalsiydə 400. Aydın oldu. Hesabatı da ona uyğun nizamlayır. Bəli, bir paketindən söhbət gedir.
digər məhsullarda da kalsium var. Məsələn, spirulində də kalsium var. Onun orada nəzərə almaq lazım. İzit də, kalsiumun izi. Spirulinin kalsiumu ilə bunu həll eləmək olmayacaq. Bunun həlli yolu bir dənə toz şəkillilərlə. Vanimək axırıncı dəfə yox, ondan da bir dəfə belə bil əvvəl, haradasa bir 10 neçə il bundan qabaq gələndə o dedi ki, mən uzun illərdə 20 ilə yaxın idi onda şirkətdə idi. Dedi, mən gələndən günə bir paket kalsiumu ən azından içirəm, son vaxtlar 2 paketə qaldırmış. Adam 20 il dayanmadan kalsium içir. Yəni kalsium çoxluğu indiki zamanda yoxdur. Və bunun doldurulmağının yeganə yolu toz şəkillidir. Bəli, həmən vaxtı 56 yaşı var idi onun səhnəyə çıxanda. Heç zahirən ona 30 neçə vermək olardı da. Burada bizlərdən Mehman müəllimdən mən həmən təlimdə olmuşum. Rəhmətli Elvir müəllim də orada tərcüməçilərdən biri idi. 56 yaşında ikən adam elə görünürdü, elə bil 30 neçə yaşı var. 8 saat durmadan təlimlidir. 4 nəfər tərcümə əldən düşdük də. Dirsəkləndi, belə qaldı, belə qaldı. Yəni, əziyyət çəkdi. Adam amma belənsi qalırdı. Ya, beli nəyimizdi ya, sizə deyim. Üzü də mərmər kimi. Belin dəymək söhbəti yox idi. Bir dənə fasilə olurdu ortada, yarım saatdır. O fasilədə də çıxan kimi bir nəfərlə bir danışırdı, o biri nəfərlə bir danışırdı. 2 kişi xaylağı ilə danışırdı. Tərcüməçidən soruşdum, bu çıxan kimi də bir dincəlmir. Dedi, yox, birinci yoldaşın yığır, ardı ilə də şirkətin rəhbərin yığır, lidinyanı yığır. Ondan sonra otururdu. Oturanda da belə otururdu. Elə belə siz deyən. Yəni, adam bunu birbaşa o vaxtı hələ hədəfləyirdi. Yəni, nəticə almaq istəyiriksə, təbii ki, birinci özümüzdən. Yəni, birinci özümüzdən də biz özümüz şıx görünməsirik, neyniyə bilərik? Özümüz birinci gələk şıx görünək ki, insanlara da izah verəndə insan zaten bizə baxır da. Düzdürmü? İnsan bizə baxır və bizə uyğun olaraq qərar verir. Nə qədər də biz, məsələn, həqiqəti danışsaq, faktları gətirsək, bizim orada görünüşümüz rol oynayır. Ona görə birinci özümüz. Yaş məsələləri nəzərə alınmalıdır. Mən TNS əməkdaşları tanıyıram, yəni ad çəkmək istəmirəm. TNS-də illərlə ola-ola ürək damarlarında problem yaranır. Sırf bunu bilməməzliyindən. Yəni, bilmək lazımdır, tətbiq eləmək lazımdır balacadan böyüyə qədər. Yeganə dünyada kalsiumdur ki, hələ ki, analogu yoxdur. Çin Elmlər Akademiyası tərəfindən hazırlanıb qədim Tibet reseptləri əsasında. Yeganə kalsiumdur ki, D vitamini iştirak olmadan fermentləşib, iyon halındadır, rahat hüceyrəyə nüfuz edir. Yəni, paradoksal vəziyyətlərdə başqa kalsium ümumiyyətlə işlətmək olmur. Bayaq dedim, körpədir məsələn, 3 yaşı var, danışmır, beyin daxili təzyiqi var. O deməkdir ki, əmgəyi bitişir onun. Əmgəyi bitişən uşağa, məsələn, belə kalsium vermək olmur. Onun əmgəyini biraz da sürətlə bitişdirəcək. Beyin daxili təzyiqi biraz da qaldıracaq. Yeganə TNS kalsiumu da orada, başqa çıxış yolu yoxdur. Hətta simestlər var, uşaq yeməkləri. Onların da tərkibindəki bu kalsiumlandır, molekulyardır. Beyin daxili təzyiqi olan uşağa vermək olmur. Yeganə ana südüdür ki, fermenti ilə bir yerdədir, uşaq onu mənimsəyə bilir. TNS-in uşaq kalsiumunu da belə də deyirlər, ana südünə tərkibdə çox yaxındır. Bu, təbii ki, indiki analardan söhbət getmirdi. İndiki ana nə yiyir ki? İndiki ananın qəbul elədiyi budur. Yəni, 100 il, 200 il bundan qabaqki analardan söhbət gedir. Yəni, uşaq kalsiumu həman uşağa rahat vermək olar. Əmgək bitişməyəcək, əksinə tərkibində lestin, taurinin hesabına beyin daxili təzyiq azalmağa başlayacaq. Və dişləri də çıxmağa başlayacaq. Aydındırmı? Yəni, bu qədər bəsit. Başqa alternativ bu paradoksal vəziyyətlərdə yoxdur. Sümük yeyilməsi, böyrək daşı, öd daşı TNS kalsiumundan başqa kalsium effekt vermir. TNS kalsiumu üstəgəl
Əlavə daşı da əridir. Sümüyə görə verirsən, daşı da əritməyə başlayır. Aydındır? Deyəsən o bizim namizəddir. Təhlil məsələsi bu sizlərin üzərindədir. Təhlili məsələ. İndi bir dənə sual verim. Bu durumu sizlərdən kim izah eləyə bilər? Söhbət burada indi bu dəqiqə izahdan getmir. Ümumən izah eləyə bilərsiniz. Əhsən, əla. Bunun üstündən bir neçə dəfə gedin. Xüsusən qandakı kalsium göstəricisi var. Adamlar çox vaxtı deyir ki, gedim qanda kalsiumu yoxlayım və həkimimlə məsləhətləşim. Qanda kalsiumu yoxlayırlar, qanda normal çıxır və kalsium qəbul eləməkdən imtina edirlər. Kalsiumun kritik vəziyyəti sümüklərdə yaranandan sonra qandakı göstərici aşağı düşür. Siz bunu insana izah eləməlisiniz. Yeri gəlmişə özümdən heç nə demirəm. ChatGPT-yə də sual verirsiniz, həmən şey deyir. Ki, qanda kalsium haçan aşağı göstərməyə başlayır. 40-50% sümük kütləsi kalsiumu itirəndən sonra qandakı göstərici aşağı düşür. Yəni 40-50%. O baxımdan qanda bir dənə kalsiumu yoxlamaqla nəticə almaq olmaz. Gərək D vitaminini də yoxlayasan, hətta sümük sıxlığını da yoxlamaq olur. Bilmirəm, bizim klinikalarda ola bilər hansısa klinika yoxlasın. Yəni o təzə bir metoddur. Sümük sıxlığını da yoxlamaq olur. Bir də ki, rengen. Ən yaxşı göstəricilərdən biri rengendir ki, rengende görürsən, sümüyün kalsiumu nə qədər çoxdursa, bir o qədər düm ağdır. Azaldıqca bozuntul rəng alır. Hətta bu yanaşmanı ikinci dərəcəli artrozda adamda görmüşəm. Adamda ikinci dərəcəli artrozdur. Demək, oynaq sıradan çıxır da. İkinci dərəcəli artroz bilirsiniz necə olur. Oynağın forması, belə deyək də, artıq bu bir-birini sümüklər tamamlamır. Sümüklər, bəli, kvadratlaşır, tinləşir. Forma yavaş-yavaş itməyə başlayır. Forma itəndən sonra sümüklər bir-birinin səthləri tamamlamır. Tamamlamadığına görə hərəkət vaxtı problemlər başlayır. Natamam hərəkət yaranır. Üstəgəl də yavaş-yavaş ağrılar olur. Plus bayaq dediyimiz kimi sümük kalsiumunu itirir. Yerinə ora stronsi, kadmi, quruluşun, civə otura-otura struktur dəyişir. İmmunitet dəyişilmiş struktura hücum eləyir. Əlavə orada iltihab yaradır. İltihabın hesabına biraz da hərəkət məhdudlaşır. Biraz da bunun forması dəyişir. Artıq keçir artroz 3. Artroz 2-dən keçir. 2 plus əməliyyatlıqdır. 2 plus əməliyyatlıqdır. Amma bizim işimiz nədir? Adama izah eləməkdir ki, abalam, sənin 206 sümüyün var. 206 dana sümüyün var. İkisi dağılıb. Əgər burada artroz 2-dirsə, digərlərində də artroz 1 var. Deyir, hə, boynumda da ağrı var. Hə, bu biri dizim də yavaş-yavaş çıqqıldayır. Ona başa salmalısan ki, sən bu kalsini yeməlisən. Axı, mənim kalsi, qanda kalsium normadır. İzah eləməlisin ki, sümükdən yuyulur. Axı, bu sümüyün əsas tərkibi kalsiumdur. Bu sümük yiyilirsə, demək o kalsium yuyulur qana və sənin qanda norma göstərdiyin kalsi sənin sümüyündəki kalsidir. Hətta normadan biraz yuxarı da göstərə bilər. Ta o vaxta qədər ki, yuxarı göstərməyin səbəbi nədir? Molekulyar formadadır. Molekulyar formadadır, ferment çatışmazlığına görə tam hələ parçalanıb yerbeyer ola bilmir. Qanda biraz normadan cüzi 5-10% normadan yuxarı göstərir. Əksinə qanın qatılığını artırır. Bəli, qanın qatılığını artırır. Yay vaxtıdırsa, idman eləyirsə, tərləyirsə, qan 2 qat qatılaşır. 60-dan aşağıdırsa, ehtiyat damarlar işə düşməyib, biraz orada nasazlıq varsa, problem yarana bilir. Problem yarana bilir. Mexanizmi tuta bilirsiniz. Yəni,
Bu vacibdir, insana izah eləmək lazımdır bunların hamısını ki, sənin bir dənə oynağın dağılıbsa, qanında qatılıq gedir, əlavə problemlər olur. Buradan gedən kalsi kirəz kimi oturur, ha? İzah eləmək lazımdır. Damarlara kirəz yığılır. Yəni, sənin bir dənə bu problemin deyil, sənin çoxlu problemlərin var. Ümumdünya Səhiyyə Təşkilatı 147-dən xəstəlik sayır. Bir dənə kalsi mübadiləsi problemində. 147-nin sizə deyim ki, ən azı 10'unu ikinci dərəcəli artrozda adamda tapmaq olur. Ən azı 10 danasını. Çünki buradan yulan kalsi hara gedəcək? Mahımız kimi oturacaq, nə bilim, osteofit kimi oturacaq, prostata gedəcək orada, nə bilim, çapığın üstünə oturacaq, kalsi çöküntüsü, zoba oturacaq. Hər yerə oturacaq da bu. Hətta beyinə gedib otura bilir. Beyin hüceyrəsi ölür, orada miyelin yaranır, çapı, onun da üstünə kalsi oturur. Hər yerə oturur. Bu problemli adamda ən azından 10 danasını tapırıq. Adama izah eləmək lazımdır ki, digər 204 dənə sümüyü xilas elə. Bunu əməliyyat eləyib götürə bilərsin. Protezləşdir. Digər 204 dənəni xilas elə. Əks halda sümüklər 40-50% kalsium kütləsini itirəndən sonra geri qaytarmaq çətindir. Spontan sınıqlar, nə bilim orada aritmiyalar və s. Ciddi narahatçılıqlar başlayır adamda. Və çıxış yolu da yeganə budur ya. Çünki 17 ildir öz adımlandırıram, araşdırıram və kalsium qəbul edirəm, balalarıma da verirəm. Yəni məsuliyyətdir da bu. 17 ildə araşdırıram, bizim ölkədə fermentləşmiş yeganə TNS-dir. D vitamini azlığında verəcəyimiz yeganə TNS-dir. Çünki D vitamini olmasa da belə gedir çatır. Özünün də plus D vitamini var. İnsana bütün bunları canla başla izah edin. İzahda çətinlik çəkirsinizsə, gətirin burada izah edək. Və yaxud da nə bilim, qısa bir videonu göndərin ona. Eləmək olar da, buradan kəsib vermək olar. Daha hamısına mənim videomu göstərməyin də. Aydın oldu. Təhlili sizdən. Mütləq buna fokuslanırsınız. Sutqalıq. Yeri gəlmişik, ikinci dərəcəli artrozda gündəlik doza nə qədərdir? Tələbatı. 1500. Ən azından 3 qutu. Yaxşı, belə deyək də, qadındır. Qadın. 3 uşağı olub. 3 uşağı böyüdüb. Çanaq oynağın, bu çanaq oynağında ikinci dərəcəli artroz. Təbii ki, digərlərində də nəsə var, hələ şikayətlənmir. Bir dənə gedib bu çanağı çəkib. İkinci dərəcəli artroz. Yüngül təzyiq problemi olur. Erkən klimaks olur. 3000'ə getməyin, çox elədir. Siz onun birinci gündəlik kalsium tələbatını tapın. 1500 minimumdur. 3 uşaq. 3 uşaq. 1500 erkən klimaks. 2000 civarı var burada. 2000 civarında. 1500-2000 arası. Erkən klimaksın səbəbləri. Erkən klimaksın səbəbləri. Kalsium, mineral, vitamin çatışmazlığı bir. İkincisi də gedib onun vəzilərin məsələn yoxlasa, vəzilərdə nanoplastiki də var. Potensial olaraq erkən klimaksdır. Adam Alzheimer'ə yönəmlidir. Potensial. Çünki onun mineral qıtdığına görə beyin toxumasında da dəyişiklik olur. Yoxlamaya getsə orada da çapıq toxumaları tapılacaq. Elə bir ki, beyində də demielinizasiya deyirlər də ona. Glioz toxuma yaranır orada. O baxımdan təhlil eləyib verəcəyiz kalsium hansı olmalıdır? Metabolik, ikinci uşaq. Yəni siz həmən o minimum 1500'ü metaboliklə uşaq kalsiumdan yığırsınız. Metabolikin tərkibində vəzilərə lazım olan minerallardır, qabarıqdır. Bu o deməkdir ki, vəzilər də yavaş-yavaş balanslaşacaq. Burada tək, məsələn, cinsi vəzilərdən danışmıram. Hipofisə qədər orada problem var. Erkən klimaks o demək deyil, bir dənə cinsi vəzilər sıradan çıxır.
Hipofisə qədər problem var orada. Metabolik kalsium lazımdır orada. Minimum bir paketi ondan verirsiniz. Qalanın uşaq kalsiumu vacibdir. Niyə? Tərkibində E vitamini var, bəzilərinə görə. Tərkibində doymamış yağlar var, tərkibində lestin, taurin var. Dəmir var, sinki də çoxdur. Onu verirsiniz. Kalsiumun böyründə nə verirsiniz? Kalsiyum böyründə Xitazan niyə veririk? Nəyi təmizləyirik? Nəyi təmizləyirik? Nanoplastiki təmizləyirik xitazanla. Əhsən. İkinci dərəcəli artrozdur. Bədən buradan kalsiyini götürüb, kalsiy, fosfor, maqnezini götürür, dartırır, çəkir, çıxardır oradan. Yerinə başqa şeylər oturtdurur. Həmən o, belə deyək də, stronsidir, kadmidir, qurğuşundur, civədir, onu oradan dartıb çıxardan. Biz buna hədəflənməyək, belə deyək də, burada ikinci dərəcəlidir. Ola bilər 2+da belə həmən bərbad formada bərpa olsun. Forması əcaib qalsın, yəni oynaq, hərəkətliyin tam bərpa eləməz. Artıq orada təhlil edirsiniz, adama deyirsiniz ki, bu oynağın hərəkətliliyi səni narahat edirsə, ged əməliyyata onu dəyiş. Əks halda elə həmən formada bərkəcək o. Xitazan oradan həmən maddələri çıxardır. Ardı ilə nə veririk? Uşaq kalsiumu ilə metabolikdə selen var. Verməyə bilərsiniz, verirsiniz daha yaxşıdır. Kardisepsdən üstün iş görə biləcəyi var. Xolikan. Seçimə qalsa orada xolikan getməlidir. Çünki xroniki proseslərdə resveratrol kardisepsdən bir pilli üstündür. Kardiseps kəskin vəziyyətlər üçündür. Resveratrol xroniki proseslərdə plus sümük mikrosirkulyasiyasını yaxşılaşdırır. Bizə lazım olan nədir? Bu adamın 206-dan sümüyünün mikrosirkulyasiyası düzəlsin. Mikrosirkulyasiyanı yaxşılaşdırır. Beyin mikrosirkulyasiyasını yaxşılaşdırır. Vəzlərin mikrosirkulyasiyasını yaxşılaşdırır. Xolikan o adama getməlidir. Xitazanın dozasını deyin. 4 dənə 2 sərkar. Günə 4 dənə yetərlidir. Xolikanın dozasını deyin. 2-3. Bayaq dedim təzyiqi də var. Baxın vəziyyətə. Təzyiq həddən çoxdursa 3. Belə 140-160 arası olursa 2 dənə də yavaş-yavaş stabilləşdirəcək. Aydındır təhlil necə gedir. Müddət, neçə müddət qəbul eləməlidir bu dozanı? Çox sıxladım mən. Daimi eləsin. Dostlar, qurğuşun sümükdən nə vaxta çıxır? 10-30 ilə. 10-30 ilə. Ardı ilə bu adamın illərlə kalsium çatışmazlığı olub. Siz bu adamı məlum məsələdir, dərhal adama desən ki, sən bunu bu qədər içməlisən, ən azından 6 ay gedib, sonra sümüklərə bir baxmaq lazımdır. Əvvəlki sümüyün şəkli ilə sümüyün kalsiumdan zənginliyinə baxmaq lazımdır. Sümüklər ağara-ağara, yavaş-yavaş siz eləyə bilərsiniz də subdozaya gətirəsiniz. Bir anlamı var mı şey? Aslında sümük. Sümük sıxlığını yoxlamaq olur. Rentgen ən yaxşısıdır. Rentgen ən yaxşısıdır. Sümük sıxlığı daha rahat göstərir. Sümük sıxlığı analizi. Amma deyim ki, ən üstünü subyektivdir. Sizə garantiya verirəm ki, adamın var, yuxularının tərkibi belə dəyişir. Yəni, kalsiumun bədəndə azlığı yuxuya qədər təsir eləyir. Adam, məsələn, anormal yuxular görür. Elə haradansa düşürsən yuxuda. Kalsium çatışmazlığı nəticəsində. Yata bilməyənlər var, qəbizlik olanlar var. Yəni, kalsium bədənə verə-verə adam subyektiv olaraq da hiss eləməyə başlayır. Və bir müddətdən sonra, məsələn, bizdə müştərilər var, 1 il plus qəbul edən müştəri var, subyektiv bilir ki, mənə günə hansından nə qədər lazımdır. Özümdən deyim ki, subyektiv bilirəm.
ki mənə hansından lazımdır. Artıq verə-verə tutmuşam da. Məsələn, nə lazımdır? Hansından necə içim ki, dozanı tuta bilim. İnsana dərhal bunları yükləmək olmaz. Açıq deyim də, hər adam o rəqəmləri, riyazi hesablamanı o dərəcədə bilməz. Hər adam özünü o qədər mükəmməl duymaz. İnsanlar var ki, özü özünə qarşı sayğılığı yoxdur, hiss eləyə bilmir özünü. Hər adam o duyğusallığı olmaz. O baxımdan siz belə deyək də bir 6 ay götürürsünüz müddəti, sümük işidir ya. Sümüyə proses gəlib çatmaya özü vaxt aparır. İnsana loru da izah eləyə bilərsiniz. Əti qoyursan qaynamağa 2 saata qaynayıb qutarır. Sümük, məsələn, xaş bişirəndə sümük nə qədər qaynayır? Sıx materiyası var da onun. Sıx materiyanın mübadiləsi məlumdur ki, yumuşaq toxumalara nisbətən daha zəif gedir. Və orada mübadilədə fərq eləmək üçün 2 ay, 3 ay söhbətə qarışmayın ümumiyyətlə. Adamın başı sanki 2 aya sənin toxumaların kalsiumdan doymaya başlayacaq. Aydındırmı? Yəni, bu baxımdan vaxt müddəti də çox önəmlidir. Aydın oldu. Növbəti təlimdə 2 çıxış eləyərik. Ya istəsiz məsələlərlə gələrəm, məsələ sualları verək, təhlil eləyin, geri dönüş eləyin, hesablayaq. İkinci təlim də ola bilər ki, illik bir il ərzində sağlam qalmağın modelini verək. O biri kabinetdə keçdik biz keçən dəfə, eyni modeli verək. Məsələn, il boyu necə sağlamlığı TNS-dən qorumaq olar. Orada fəsli yanaşmalar var. Daha yaxşıdır. Bax, məndən bu qədər. Təşəkkür edirəm, çox sağ olun.